Ama bir dənə sual verim də, bir dənə nə olar? Bugün oğlunun gedmişəm məzarına heç. Gedirəm mənə tez-tez ki, bir oğlu elə atam gelin yanındadır da. Doğrudan. İndi O tamaşaçılar mənim bir çaşmış oğlu, qalacaq. qardaşımdır. Mənimlə yaşaydı o. Mənim qardaşım olmadığına görə, biz həm də qonşuyuq da. Mənim qardaşım olmadığına görə mən onlarda, o bizdə, mən onlarda olmuşam da, yaşlılığım olub, 79-cu, 6 ay məndən böyüdü. Bir gün bundan qabaq, ayın 6 saat günü idi. Yəni, hər ikisi mənim idi, yəni, belə Allah o da balalarını qovuştursun, inşallah. Söhbət deyim də, söhbət Rəşad Dağlıdan gedir, Allah qapısını açsın, bir də ki... İskəndərdən. Bəli, ondan gedir, qorxa-qorxa danışır. Qorxumdan adını çəkə bilmirəm, vallahi. Çünki mən həqiqətən ciddi problem yaşamışdım. Yəni, tamaşaçılar, izləyicilər tərəfindən bilmirəm niyə. Yəni, İnsanlar, Rəşad Dağlı dostu, ən yaxın özü dostu, məhəllə uşağı. İskəndər də bibisi oğlu. Yəni, yazıq qalmışdı qardaşı, yazıq qalmışdı ikisinin arasında da. Mən belə başa düşdüm. Mən belə başa düşdüm. Qalmışam, yəni. Arada qalmışam. Necə qalmışam, yəni ki, belə ikisinin fikrini çəkirəm. Yəni də necə deyim, Allah şahid ki, mən Rəşadı bəlkə də balaları olmasaydı, bağışlamazdım. Yəni, Rəşadın balaları olmasaydı, mən onu bağışlamazdım da, gözləyərdim, çıxsın, gəlsin. Balalar var, onun balalarına qovuşsun. Olmamalı bir şeydir də, yəni ki, Rəşad sənətkar adamdır. Həqiqətən, Rəşad sənətkardır. Nömrə birdir mənim üçün Rəşad. Eləməlisin də, amma balaları olan adam gəlir, düzdür, o situasiyada bir dösən adam, siz də mənə bağışlayın da, yəni biri var qeyrətin namusunu olsun. Qeyrəti və namusuna görə heç kəsi sözünə qulaq asmasın, eləməli olduğu eləyərsən. Amma biri də var ki, burada yəni sən birinci İskəndərdən də qabaq, Ələkbərdən də, hamıdan qabaq sən o 2 dənə gül balondur. Onlar həsrətə layiqdir. Allah inşallah ki, bir yol açar Allahın köməyinə, gəlsin balaların yanına. Amin, amin. Allah sizin oğluna İskəndərə rəhmət eləsin. Allah Rəşad Dağlının qapısını açsın. Yəni, yazıq həqiqətən də ikisinin arasında qalıb və o vaxt mən bilirdim ki, sən necə narahat olmuşsan. Azərbaycanda deyildi, ölkə xaricində idi Ələkbər o zaman. Mən o videolara baxam mən. Mən İskəndərin o şəklinə bir dəfə baxmışam. Yəni, qəlbçilikdə ola baxmam. Mən süzüm verilişdə də baxamıyordum da. Yəni, çox pis təsir eləyirdi. Həyatdır da, yəni. Həyatdır da. Mənə qurbanım Allah.